Və Qacar dövrü Təbriz Tazaşdan cürlənir. Taza Təbriz Mədyuni Qacardır. Təbriz deyəndə İran Mədyuni Qacardır. Bizim Ərteşi Modern Abbas Mirzə Təbrizdə vücuda gətirib, rusların qabağında. Əgər sirfən Təbrizin moridində desək, mən deyərəm ki, Təbriz İlxani dövründə Cahan şəhri olur. Bir dənə bizim bazarda dövləti bir işimiz yoxdur. Nə iqdamat eləyib? İqdamat ümranısına baxın. Təbrizdə Bağı Səfa mərufdur. O cür ki, gərək bu Nadir fürsət tapmadı bir işləri görsün və mühümtərin işidəki Nadirin tərəfindən indi demək olar və vaqəndə yeri var. Bu ki, Osmanlılara pişnahad elədi bu ixtilafatı, təşəyyü, təsənnünü aralarında həll eləsinlər və vəsiqənamə-i Nəcəfləri yazdırdılar. Vəli xub, ömrü şəffaf vermədi. Amma Zəndiyənin əvaxirində biz yavaş-yavaş görürük ki, həmin o Qacar tayfası ki, Türk ellərindəndir və İranda, məxsusən Qurqan tərəfində ki, bunların demək olar təbiddən sonra ana yurtlarına təbdil olub, bunlar başlayırlar yavaş-yavaş güclənməyə, qüdrət tapmağa. Qacar tayfası da bu tayfalardan biridir ki, yəni qızılbaşların qılıncının gücünə Səfəviyyə hökuməti təsis tapır. Tariximizdə bir danılmaz bir vaqiiyyət. Bu göstərir ki, biz tariximizə indi eynəyindən gərək baxmayaq. Baxaq görək dünyada nə ittifaqlar düşüb, dünyada nə təhəvvülat vücuda gəlib, biz hardaydıq və Qacarlar nə iş görüb. İran tarixində həmişə doqaneci, əhli qələm və əhli şəmşir biz görmüşük. Belə deyir ki, bəzi o tarixnigarıda bizə belə ilqa eləyiblər ki, Qacarlar elə oturmuşdular, fəqət elə eyş o eşrətdə idilər, gündə məmləkətin bir tərəfini satırdılar, xərcləyirdilər, bir tərəfini verirdilər filan kəsə və bu cür söhbətlər. Əhdnamə Türkiyə məncə Əhdnamə Gülüstan tikrar oldu filan oldu. Vaqeibinanə və məntiqi istəyəsən araşdırasan, burada görürsən ki, çox ittifaqlar düşüb. Türkiyə məsəl deyərlər, şayad Korra şəhər imiş, bəzi ittifaqlar düşürdü. Sistemi hökuməti ki, pərləvi vücuda gəldi. Bərməbnay bir dənə hüviyyət təlaşı, bərməbnay bir dənə bir qeyriyyət sazı, bərməbnay bir dənə bir təfəkküratı ki, məlum deyildi bu təfəkkürün rişəsi hara qeydir. Əgər rişəsini düz axtarsaq, rişəsi gərək ki, dax yetişək görək, bu bərtəri əbnay pars söhbət hardan gəlir. Hala bizdən bu ünvanı bir dənə məhəssili tarix soruşsalar, mən deyərəm ki, modernite ki, elə Abbas Mirzə zamanından başlayıb, ta gəlib yetişib İnqilab-ı Məşrutiyyə və İnqilab-ı Məşrutiyyədən sonra bir dənə modernitədir ki, bu modernite faxirdir. Bu modernitedir ki, mərdumla əyaqdır. Modernitədə aram-aram bər əsası niyazhay vaqiyi camə şəkil tapır. Tarixnigarımız bu cürdur, bəli, vam aldı filan şah getdi, məsələn, xarici dolandı, nə bilim, Fəransəni dolandı filan dolandı. Bunların hamısının səmərəsi var bizim tariximizdə. Nasirəddin Şahın müsafirətləri, ya ondan qabaq hətta bizim əlan Təbrizdə sənət varımızdır, Məmmədşah zamanı. Məmmədşah əmisi Məlik Qasım Mirzəyə namə yazır ki, biz görürük, bir seri misyonerlər gəlirlər Azərbaycanda mədrəsələr istəyirlər təsis eləyərlər. Siz bərain ki, bunlar camənin niyazları ilə uyğun ola və camənin ruhundan fasilə aşmaya, bunların siz məsul olun və bunların hamısını həmahəng eləyin. Yəni işlərin elə bir cür qabağa aparsınlar ki, eləyə bilməsinlər özdə. Çünki misyonerlərin gəlməsi xassı bir özlərinin o dalısıcan bir məsələlər gətirmişdi. Və ondan sonra Nasirəddin Şah zamanı ki, vaqən indiki Tehran dövrəyi Nasirdir. Tehranı gözəl Tehranı dövrəyi Nasirdir. İşləri iki ittifaq düşüb, telefondan tutun, getsin, əkkasıdan tutun və ayrı bir məsələlər, hamısı mədəniyyət söhbətidir. Hamısı təməddünün İrana varid olan söhbətdir. Məzahiri təməddünün ovin. Nasirəddin Şah zamanı dərəsər o müsafirətlər və dərəsər o müravidatı ki, bunların varları idi dünya ilə. Bu İrana varid olur və İranda yavaş-yavaş o modernitənin biz rəddin İranda görə bilirik. İnqilab-ı Binam, İnqilab-ı Məşrutiyyət ittifaq düşür Qacar dövründə. Fərman-ı Məşrutiyyət Müzəffəreddin Şahı Qacarın tərəfindən sadir olunur. Bunlar hamısı böyük sözdülər ki, həqqaniyyət-i silsilə-i Qacar və o həqqi ki, Qacar silsiləsi və Qacar şahları mərdumun boynunda var, İranın boynunda var, əda olunsun. Baxın, birdən deyəndə biz caməyimizdə nə ittifaqlar düşüb. Vacib binam qanun ki, hamının qabağında yeksan. Dərrah islah-ı hökuməti Qacar. Nə cür islah? İslah bu ki, biz bunu, bu şivə hökumətini dünya siyasətlərindən əyaq eləyə bilək.